Salam, hər vaxtınız xeyir. Bu günləri 2020-ci il 9-cu sinif buraxılış imtahan testlərinə baxacağıq. Birinci sualımıza gələk. Birinci sualımızda bizə deyir ki, y ədədini 5-ə böldükdə qalıq 2 alınır. Y kvadratı üstəgə 3y üstəgə 9-u deyir. 5-ə böləndə qalıqda neçə alınır? 5-ə böləndə qalıqda 2 alınarsa, o zaman biz böyük ədədləri ilə ləğv edib yerinə 2-ni götürərik. Məsələn, oldu 4 üstəgəl, yəni y-in yerinə 2 qoyanda 4 üstəgə 3 dəfə 2, 6, üstəgəlsin 9, 19, 19-u da 5-ə böləndə qalıqda neçə qalacaq? Qalıqda 4 qalacaq. Bir də ki, məsələn, bunu kiçik ədədlə də yoxlaya bilərsiniz. 5-ə böləndə qalıqda 2 alınırsa, deməli, həmin ədədi 7 kimi fikirləşə bilərik. O zaman y-in yerinə 7 qoysaq, 7-nin kvadratı üstəgə 3 dəfə 7, 21, üstəgə 9. 21-in üstə 9, 30. 49 da buradan da oldu 79. Həqiqətən 79 ədədini də 5-ə bölsək, qalıqda yenə nə alınacaq? 4 alınacaq. Qısaca yadınızda saxlayırsınız ki, ədədi nəyəsə böləndə qalıq verirsə, elə həmin ədədin özünün yerlərini ləğv edib yerinə qalığı götürmək lazımdır. Gəlib ikinci sualımızdan baxsaq. Üstü xəttli ədədlərdir. Məsələn, A olanda biz bunu necə açırıq? 10-a üstəgə 1-a olur 11-a. Deməli, neçə dənə hərf varsa onun sayı qədər 11 yazdıq, yanına da A yazdıq. O zaman biz gəlib burada baxsaq, ikincidə sürətdə bizdə 3, 6. 6 dənə A var. 5, 6. Üstü xəttli ədəddir. Yəni 6 rəqəmli ədəddir. Bölünsün BB. Bölünsündür. Mən bunu vurmaya göndərib yuxarıya tərsinə döndərəcəm. A vur B. Kəsir ki A vur A. Kəsir kəsirə böləndə birinci qalıb ikinci tərsinə çönür. Bunlar getdi. Məsələn, açsaydıq bu 11 B idi də. Onda bu olacaq 6 dənə 1. 3, 4, 5, 6 dənə 1. Yanında A. Məxrəcimizdə də 2 dənə 1. Yanında A. 11. Buradan A'lar ixtisar geçsin. Cavabımız olacaq 111.000. 111-i 11-ə böləndə bir dəfə, ikisi birdən indiyinə görə 0, bir dəfə 0, 1. Cavabımız olacaq 10.101. D variantı. Gəlib baxaq üçüncü sualımıza. Bu bizdə ikinci sualıydı. Üçüncü suala baxaq. 250 ədədini nə qədər artır? Bilmirik nə qədər artırmaqdır. Üstünə x gəldik. Artırmaq lazımdır ki, bunun 39% vurub 39-a bölsək 100-ə bərabər olsun 234-ə. Gələk baxaq. 250 üstəgəl x bərabərdir. 234 çarpaz 100-ə vuranda 234, sonunda 2 dənə 0 bölünsün 39. Çünki vurmada bu üzə keçəndə bölmə olacaq. Deməli, 239-un içində bu yəqin ki 6 dəfə olar. 6 dəfə 9, 54, 4 yazaq 5 yadda. 18, bəli, 6 dəfə oldu. 1 dəfə, deməli, daha doğrusu bu burada 1 dəfə, burada 6 dəfə, 600. X da bərabərdir. 250-nin üstə neçə gəlsə 600 eləyər, 350. Deməli, cavabımız oldu 3-də A variantı. Dördüncü sualımıza baxaq. Bizə deyir ki, nöqtələrdən neçəsi absis oxundan aşağıda yerləşir? Absis oxundan aşağıda sözünün mənası nədir? Absis oxu, bax, bu 0-dır. Buradan aşağıda o deməkdir ki, ya 3-cü rübdə yerləşsin, ya da 4-cü rübdə yerləşsin. 3-cü rübdə həm x, həm y, ikisi də mənfidir. 4-cü rübdə isə x müsbət, y mənfidir. Yəni, bunlara uyğun ədədləri seçəcəyik. Hər ikisi mənfi olan var. Biri Y nöqtəsidir. Burada yerləşdi. Birincisi müsbət, ikincisi mənfi olan A nöqtəsidir. 4-cü rübdə yerləşdi. B də həmçinin 4-cü rübdədir. Çünki x müsbətdir, y mənfidir. C ikisi də müsbətdir, birinci rübdür. Və salam. Deməli, A, B, bir də x oxu, bax, bu oxdur da, bu oxdan aşağı hissədə yerləşir. Yəni, 3-cü, 4-cü rübdə yerləşir. Neçə dənəsi oldu? 3 dənəsi oldu. Cavab E variantı. Gəldik 5-ci sualımıza. Deyir ki, açıq B bərabərdir 5. A-nın ala biləcəyi qiymətlər isə 7 ilə 11 aralığında olarsa. Deməli, açıq B bərabərdir 5. A-nın aldığı qiymətlər 7 ilə 11 arasında. Biz buradan A-nı tapsaq, A bərabərdir 5 üstəgəl B olur.
Yəni 5 üstəgəl B hansı aralıqdadır deyir. 7 aralığında, 7 özü daxildir, amma 11 özü daxil deyil. Altın xətti yoxdur. Bu iki qat bərabərsizliyi həll eləyəndə toplama digər tərəflərə çıxma ilə gedir. 7-dən 5 çıxanda 2 kiçik bərabərdir B, o da kiçikdir. 11-dən 5 çıxanda neçə olacaq? 6 olacaq. 2 və 6. Ala biləcəyi qiymətlərin cəmində. Burada 2-nin özünü götürəcəyi. Üstəgəl 3, üstəgəl 4, üstəgəl 5, amma 6-nın özünü götürməyəcəyi. Bu da oldu 9. 9-un üstünə 3 gəlsək 12, 2 də bu 14. Cavab B variantı olar. 6-cı sualımıza baxaq. 6-cı sualımızda deyir ki, nöqtələrdən hansı buna aiddir? 3x funksiyaya aid olanı soruşur. Burada sadəcə variantları yerinə qoyub yoxlayarıq. Məsələn, A variantının x-in yerinə 2, y-in yerinə 5 qoysam, 6, 6-dan 5 çıxanda 5 eləməz. Deməli, A variantı bizə aid deyil. Sonra gəldik, baxdıq, 3 qoysaq, deməli, 8 qoysaq, 4 qoyaq. 4 qoyaq, C variantını yoxlayaq. 4x-in yerinə 4 qoyaq, y-in yerinə 7. 3 dəfə 4, 12, 12-dən 7, 5 elədiyinə görə, bəli, cavabımız C variantı oldu. 7-ci sualımıza baxaq. Tənliklər sistemidir. Toplama üsulundan istifadə eləyib burada x-ları, y-ləri islah eləsək, tərəf-tərəfə toplamada 7, burada isə 13-dür. Y-ləri islah elədik. 4 dənə x bərabər oldu 20-yə. X da bərabər oldu 20-ni 4-ə böləndə 5-ə. X 5-dirsə, yerinə yazsaq, bura 5 yazsaq, 5 dəfə 2, 10, ondan neçə çıxanda 7 eləyir. Deməli, y-imizin də cavabı 3-dür. Hasili isə soruşur. X vur y 15 eləyər B variantı. 8-ci sualımıza baxaq. Tərəfi 10 olan bərabər tərəfli üçbucağın orta xətlərinin əmələ gətirdiyi üçbucağın perimetrini tap. Primitiv bir sualdır. Tərəflər 10-dursa, orta xət, bax bu orta xət, bu ona paralel olan tərəfin yarısıdır 5. Bu da bərabər tərəflidir. Paralel olan xət də bunun yarısıdır 5. Bu hissə də həmçinin 10 olacaq bura 5. Perimetrimiz 15 olar. 15 A variantı. 9-a baxaq. Üçbucağın xarici bucaqları 3, 4, 5 nisbətində 3 hissəyə ayrılmışdır. Xarici bucaqların cəmi 360 dərəcədir. Onda olacaq 7, 12K. 12K bərabərdir 360. K bərabər oldu 30-a. Onda biri olur 90, biri olur 30-u 4-ə vuranda 120, digəri isə 30-u 5-ə vuranda 150. Bizə deyir, kiçik daxili bucağın dərəcə ölçüsünü tap. Kiçik daxili bucaq təbii ki, xaricisi ən böyük olandır. Məsələn, buranın xaricisi 150-dirsə, onda ən kiçiyi olacaq 30 dərəcə. Cavabımız C variantı olar 9-cu sualda. 10-cu sualımıza baxaq. Bilirik ki, kökün xassəsində var. Kökün dərəcələri eynidirsə vurmanı bir kökdə yaza bilərik. 27 vur 3, 81 eləyir. 81-dən də təbii ki, kökdən nə çıxacaq? 9 çıxacaq. 11-ci sualımıza baxaq. İki oxşar üçbucağın sahələri nisbəti 16/49-dur. Onların hündürlükləri nisbəti bilirik ki, bu K kvadratına bərabərdir. Sahə K-nın kvadratı ilədir. Onda K bizdə neçə olacaq? 7-də 4. Bizə hündürlüklər nisbətin H1-in H2-yə nisbəti isə eləcə K-ya bərabər olduğu üçün onda bərabər olar nəyə? 7-də elə 4-ə. 4 bölünsün 7 Y variantı. Bir dənə bilməliyik ki, sahə K-nın kvadratı ilədir, oxşarlıq əmsalının kvadratı ilədir. Digərləri isə adi oxşarlıq, adi nisbəti ilədir. Yəni, tərəfin nisbəti, hündürlüyü, medianın, tənbölənin nisbəti eləcə K-ya bərabərdir, kvadratsız. 12-ci sualımıza baxaq. Üçbucağın tərəfi 14 cm, 12 cm aralarında iki bucaq 30 olarsa sahəndə, bu da çox sadə sualdır. 14-dir, 12-dir, aralarında bucaq isə 30 dərəcədir. Üçbucağın sayəsi S bərabərdir 2-də 1, AB sinus alfa var. 14 vurulsun 12 vur sinus 30. Burada dərəcəni görən kimi sən bilməlisən ki, bu sahə düsturundan istifadə etməlisən. Onda burada bir dəfə, 7 dəfə. Sinus 30-un cavabı isə 2-də 1 olduğuna görə S bərabərdir 7 vur 12 vur 2-də 1. Bir dəfə 6 dəfə sahəmiz 42 olar. Y variantı. Gəldik 13-cü sualımıza baxaq. 13-ə. Diaqonalları 6-8 olan rombun daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Çevrədir. Bunun xaricində də bir dənə romb var.
Aha. Və bu bizdən həmin rombun, deməli, həmin çevrənin radiusunu soruşur. Gəlin görək çevrənin radiusunu biz buradan nə ilə tapacağıq? Rombun diaqonallarını çəksək, rombun diaqonalları bizdə 6 və 8 olduğuna görə bura 4 düşür. Çünki diaqonallar kəsişdiyi nöqtədə bura 3 düşür. 4, 3 rombun diaqonalları 90 altında kəsişir, bilirik ki. Onda bizdə rombun tərəfi 5 oldu. Rombun tərəfi 5-dirsə, indi düzbucaqlı üçbucaqda bax bu h hesab olunur da. Radiusla çünki toxunan həmişə perpendikulyar olduğu üçün. Bax bu düzbucaqlı üçbucağın düzbucaqlı üçbucağın elə h-ı. Bizim də h düsturumuz necədir? H bərabərdir. Katetləri bir-birinə vururduq. Bura R-də yazım. R ilə bax bu üçbucağın h-ı deməkdir. Katetləri vururduq. Bölürdük hipotenuza. A vur B bölünsün C. 12-ni 5-ə böləndə 2 onda 4. Nəyə bərabər olacaq? 2 onda 4-ə. 14-cü suala baxaq. Gəldik 14-ə baxdıq. Deyir ki, parçanın əvvəlcə 50%-ni kəsdilər, daha sonra qalan parçanın 90%-ni kəsdilər. Sonra isə 30 metr parça qaldı. Aha, bunu geri qayıtmaqla da eləyə bilərik. 90%-ni kəsəndə 30 metr qalıbsa, onda belə çıxır ki, 10% 30 metrdir. Onda elə bizim parçamız 300-dür. 300 nəyin 50%-idir? Bu da 600-in. Yəni şifahi belə də tapa bilərik, x-dan da tapa bilərik. Parçamız x-dır. X-in 50%-ni kəsəndə 50% yarısıdır. Qalır 2də 1x. Daha sonra qalan parçanın 90%-ni kəsdilər. 90%-ni kəsiblərsə, onda 2də 1-in 10%-i qalıb. Vururuq 10-a, bölürük 100-ə. O zaman deyir, bərabər oldu 30 metrə. Buradan gələk baxaq. Bu sıfırla bu sıfır getdi. Qaldı 2də 1 x bərabərdir. 10-u 30-a vuranda 300. X da bərabərdir. Yenə çarpaz vuranda 600. Yəni A variantı. 15-ci sualımıza baxaq. Bərabərsizliyini həll edin. 5x çıxılsın 20 kiçikdir bərabərdir 0. Kiçikdir bərabər 5x kiçikdir bərabərdir müsbət 20-dən. X da kiçik bərabərdir 20-ni 5-ə böləndə 4-dən. 4-dən kiçik ədədlər mənfi sonsuzluqda altın xətti var deyə 4-də özü daxildir. Cavabımız B variantı olar. 16-cı sualımıza baxaq. Baxaq. Bizə deyir ki, 1 ilə 3-ün cəmi 100-dür, 4-ü tap. Biz əzbərdən bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Hansı iki ədədin cəmi 100-ə bərabərdir? 1 üstəgəl bucaq 3 100-dürsə, deməli onda hərəsi 50-dir. Bucaq 1 də 50-dir, 3 də 50-dir. 4 də 1-in qonşusu olduğuna görə 50-nin qonşusu bucaq 1 bərabər oldu 50-yə. 2 dəqiqə yaxşı yazmadım. Bucaq 1 bərabər oldu 50-yə. 50-nin də qonşusu bucaq 4 də bərabər oldu. 50-nin qonşusu 130 dərəcəyə. Çünki 180 eləməlidir. Axı cavab C variantı olar. 17-ci sualımıza baxaq. Deyir ki, əbob n-lə 20 bərabərdir 20 ola bilərsə, n-in ala biləcəyi qiymətlərin sayını tapın. Əbob n-lə 20. N-in ala biləcəyi qiymətlərin sayını tapın. Mənim fikrimcə bu əkob olmalı idi. Bərabərdir 20-yə. Məsələn, bu əkob olsaydı, mənim fikrimcə bu burada səhv gedib. Məsələn, n 10 olanda 10 ilə 20. Əbob elə deməkdir ki, hər ikisinin içində ortaq. İki çoxluğun kəsişməsi kimi baxırıq. Məsələn, 10 ilə 20-nin hər ikisinin içində ortaq elə 10-dur. Düzdürmü? Deməli, bu minimum elə 20 ilə 20 ola bilər. Nə ola bilər? Məsələn, 20 ilə 20-nin əbobu 20-dir. Sonra 40 ilə 20-nin əbobu yenə 20-dir. 60 ilə 20-nin əbobu yenə 20-dir. Görürsünüz, bu sonsuz gedə bilər. Biri digərinə bölünən ədədlərin əbobu kiçik ədədə bərabərdir. Mənim fikrimcə bu burada səhv gedib. Yəni, belə olsa mümkün deyil. Ona görə bu burada əkobdur. Bax, bu əbob yox, əkob ola bilər. Aha, əkob. Əkob isə bu deməkdir ki, 20 bunların hər birinə bölünməlidir. Məsələn, 1 ilə 20-nin əkobu 20-dir. 2 ilə 20-nin əkobu elə 20-dir. 3 ilə yox, 4 ilə 20-nin əkobu, 5 ilə 20-nin əkobu, 6 ilə 20-nin yox, 7 isə 10 ilə
20'nin əkobu 20'dir. Bir də 20 ilə 20'nin əkobu 20 olar. 1, 2, 3, 4, 5, 6. 6 dənə ola bilər Y variantı. 18'e gəlin baxaq. Adi toplama çıxmadı. 4,6'nın üstə 5,2 gələndə 9,8 eləyir. 9,8'dən də 3,8'i çıxanda cavabımız 6A variantı olar. 19-cu sualımıza baxaq. 3 bucağın bir bucağı 70, digəri isə 60 olarsa 3-cü bucağını tap. Bucaqların cəmi 180'ə bərabərdir. 3-cü bucağı tapmaq üçün 180'dən bu ikisinin cəmini çıxarıq. Bu ikisinin cəmi 130'dur. 180'dən 130 çıxanda 50 Y variantı olar. 20-ci suala baxaq. Tənliyin kiçik kökünü soruşur bizdən. Deməli, 20-ci sualda 2x kvadratı üstəgəl 9x çıx 11 bərabərdir 0. D bərabərdir B kvadratı 9'un 81 çıxılsın 4ac. 4 2'yə 8, bir də mənfi 11'ə vuranda üstəgəl 88. Bu da eləyir 169. X1 bərabərdir mənfi B. Mənfi 9 çıxılsın kök D. Kök 169 13'dür. Bölünsün 2A 4. Bir dəfə də x2 bərabərdir mənfi 9 üstə gəlinsin 13 bölünsün 4 olur. Burada bizdən onsuz da kiçik kökü soruşduğuna görə bu birisi müsbətdə x2'yə baxmayacaq. Bu oldu mənfi 22 bölünsün 4. 2'yə 2, 2'yə 11. 11'i 2 yerə böləndə mənfi 5 onda 5. Cavab D variantı oldu. 21-ci sualımıza baxaq. Perimetri 32 olan bərabər yanlı ABC üçbucağında B'nin medianı bərabər yanlı medianı 7 olarsa üçbucağının perimetri AMB'nin perimetrini tap. Gəlin baxaq, bərabər yanlı üçbucaq çəkək. Aha. BM medianı bərabər yanlı ABC'də, ABC'də. BM medianı. Median bilirik ki, tərəfi nə edir? Yarıya bölür. Aha. Medianın uzunluğu 7'dir. Medianın uzunluğu 7'dir. ABM üçbucağının perimetrini bizdən soruşur. Perimetri 32'dir, bərabər yanlıdır. Bərabər yanlıdırsa, buraya yazaq x, x, y. Onda bizdə oldu 2 dənə x üstə gəl 2 dənə y bərabərdir 32. X üstə gəl y bərabər oldu 16'ya. Sıranın hamısını 2'yə böldüm. İndi bax bu balaca ABM'in perimetrini tapıram. ABM balaca üçbucaq, bu kiçik üçbucaq var ya bunun. Perimetrini tapanda yenə kənarların cəmidir. Kənarının biri x-dır, tərəfinin o birisi y-dir, o birisi də digəri isə 7'dir. Bunu baxaq. X üstə gəl y-in cəmi 16'da. 16'nın üstünə 7 gələndə neçə eləyəcək? 23 eləyəcək. Cavab oldu B variantı. 22-ci suala baxaq. 22-cidə çevrədə biri toxunan biri kəsəndir. Çox sadə sualdır. Bax bu toxunan olsun, bu birisi kəsən olsun. X-dır, 9'dur, 7'dir. Bizim qaydamız var. Toxunanın kvadratı bərabərdir. Kəsənin çöl hissəsi vurulsun kəsənin başdan ayağa uzunluğu. Üstəgəl 7. X-in kvadratı bərabərdir 9 vur 16. X da bərabərdir. Bunlardan kök alsaq 3 vur 4, 12 olar. 12 isə A variantı. 23-cü sualımıza baxaq. Sürəti 24 olan düzgün olmayan kəsirlər natural ədəd olması hadisəsinin ehtimalını tapın. Sürəti 24 olan düzgün olmayan kəsirlərdən cəmi 24 dənə kəsirim var. Baxın, 1-də 24, 2-də 24, ən sonuncu 24-də 24. Düzgün olmayanlar bunlardır. Neçə dənə kəsirim oldu? 24. Məxrəcə ümumi halı yazdığımız üçün məxrəcimiz olacaq 24. Ehtimal nəyə deyilir? Əlverişli hadisələrin sayı bölünsün, mümkün halların sayı. Mümkün 24 kəsirimiz olduğuna görə 24. İndi bizə deyir ki, natural ədəd olsun. Gəlin görək natural ədəd olma ehtimalı neçədir? 24'ü 1'ə böləndə natural ədəddir 24. 1 oldu bu. 24 2'yə bölünür. Bəli, 1 də oldu bu. Ay, 1 də oldu bu. 24 3'ə bölünür. Bəli, 3 də 24'də tam ədəddir. Hətta 4'də 24'də.
4-də 24 də tam ədəddir. 5-də 24. 5-də 24 olmur, kəsr ədəddir. 6-da 24 olur. 7-də 24 olmur, 8-də 24 olur. 9-da 24 olmur, 10-da olmur, 11-də olmur, 12-də 24 olur. 13-də 14-də olmaz, təbii ki, 1-də 24-də 24 olar. Deməli, tam ədəd, o natural ədəd bölünəndə natural ədəd olmasa neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir də deyirəm. Bizdə cəmi sıra ilə düşsək 24 dənə kəsir var. Ona görə məxrəcə yazdım. Ümumi hallarımızın sayı 24. Bunlardan neçəsi məxrəcə tam bölünür natural ədəddə? Cəmi 8 dənəsi. Deməli, ehtimalım oldu 24-də 8. İxtisar eləyəndə 1 dəfə, 3 dəfə, 3də 1 C variantı olar. 24-cü sualda görək nə deyir? Trapesiyanın kiçik oturacağı 9 orta xətti isə 12 olarsa böyük oturacağı çox primitiv sualdır. Kiçik oturacağı 9-dur, böyük oturacağı x-dır, orta xətti də neçədir? 12-dir. Trapesiyanın orta xətti oturacaqları cəminin yarısı olduğuna görə, deməli 9-un üstə neçə gələndə 24 eləyir ki, yarıya böləndə 12 olsun. Bu da eləyər 15. X bərabərdir 15 imiş ki, 15-in üstünə 9 gələndə eləyir 24, 2-yə böləndə 12. Böyük oturacağın uzunluğu B variantı 15 oldu. 25-ci sualda tənliyi həll edin, tənasübdür. Çarpaz şəkildə vuracağıq. Tənasüb kəsirləndirsə 10 bölünsün A. 5A bərabərdir 60. A da bərabərdir 12 D variantı. 26-ya baxaq. Deməli, görək bizdə nə deyir? Aha, 4 üstü 6 üstü 7. Ədədlərin artan sırayla yaz. A bərabərdir 4-ün üstü 6. Bunun da qüvvəti 7. Maraqlıdır. Bu mötərizə ilə olsaydı daha münasib görünərdi. B bərabərdir 2 üstü 9 üstü 8. C də bərabərdir 8 üstü 4 üstü 1-də 5. Gələk baxaq. Görək bunu neyə bilərik. Bunu 2 üstü 4 kimi yazanda mənim fikrimcə bu mötərizədədir. Mən düşünmürəm ki, bu belə olar. Yəni, düşünürəm belə olar. 6-nın 7-ci dərəcədən qüvvəti inanmıram olsun. Yəni, onda bu olacaq deməli nə? 2 üstü 2, bir də bunun üstündə 6, 6-nın da üstündə 7. 4-ün yerinə 2 üstü 2 yazanda. Bu olar 2 üstü 12, 12-ni 7-yə vuranda 84. Deməli, 42, 84. Buraya gələk baxaq. Bu isə olur, əgər yenə deyirəm, mötərizə ilə olsa 2 üstü 9 dəfə 8, 72. Gəldik bu birisinə baxdıq. Bunu 8, 2-nin kubudur. Bir də bunun üstü 4, bir də üstü 5 yazsaq. Bu da olacaq 2 üstü 3 dəfə 4, 12, 12-ni 5-ə vuranda 60. Bizə indi burada nə deyir? Ədədləri artan sırayla azdan çoxa. Ən kiçik C-dir, ondan sonra B-dir, ən böyüyü isə A olar. C, B, A. Cavabımız isə Y variantı olar. 26-cı sualda. Gələk 27-ci sualımıza baxaq. ABC-də AM bərabərdir BM. Deməli, bu orta xətdir də. AM BM-ə bərabərdirsə, onda buralar bərabərdirsə, deməli bu orta xətdir. BN-də NC-yə deyir bərabərdir. Yəni buranın da yan tərəfləri də yarıya bölüb, onda orta xətdir. ABC-nin perimetri 60 olarsa, bu kiçik hissənin perimetrini soruşur. Biz bilirik ki, əgər bu deməli paralel olarsa, əgər bu orta xətt olarsa, yadınızda saxlayın. Burada böyük üçbucaq 4 dənə bərabər üçbucağa ayrılır. Bax, birinci, ikinci, üçüncü, dördüncü. Dördünün sahəsi bir yerdə 60-dırsa, onda bir dənəsinin sahəsi neçə olar? 15 olar. Cavabımız B variantı. 27-də cavab B variantı. Üçbucağın tərəfləri 7 və 9, perimetri isə 26 olarsa tərəfi tap, o digər tərəfi tapırıq. Bilirik ki, perimetr kənarların cəmidir. Tərəfin biri 7-dir, biri 9-dur, digər də bilmirik, x-dır, bərabərdir 26-dırsa, x bərabərdir 26-dan 16-nı çıxanda 10-a, B variantı. 29-a gələk baxaq.
29-cu. 2 zəri birgə atdıqda düşən xalların cəminin 7 olması hadisəsinin ehtimalını tap. 2 zəri atırıqsa məxrəcimizi 36 götürdük. Cəminin 7 olan ədədlər hansıdır? 1 ilə 6, 6 ilə 1, 2 ilə 5, 5 ilə 2, 3 ilə 4, 4 ilə 3. Başqa variantımız da mümkün deyil. 1, 2, 3, 4, 5, 6. 36-da 6, 6-ya ixtisar gedəndə qalacaq. 6-da 1. A variantı olar. Sonuncu 30-cu sualımıza da baxaq. Radiusu 8 olan çevrənin diametrini tapaq. Diametr bərabərdir 2 dənə radius olduğundan 2 vurulsun 8. Cavabımız neçə olar? 16. B variantı. Bugünlük bu qədər. Sağ olun.